Və deyirlər çiyələ xarici ölkələrdə olur mu ama hələ? 35.000 versən köçsən evə. Meyvə tərəvəzin başını bıraxar. 1,7 sotda 3 otaq, paket kupça, terepizza şife, şəxsi tikili yaşayışlı. Qardaş, Zabrat Məhəmmədi yolu. 1-ci siftafordan sağa 400 metr içəridə. Paket kupçalı, hazır ipotekalı. 35.000 verirsən, bax kamera sistemi ilə hər bir şey yan var. Verdin 35.000. Köçdün evə, ayda 481 manat 21 ödəyirsən, evə sahib olsan, elə bir kirayə qarsan. 4 ildə ödənir. O mətbəx sistemimizi qardaş təqdim edir. Keçək qonaq otağımıza. Yox, əgər desəz ki, mənim evim mebellərindən xoşum gəldi, mebellərdə qalsın, 35.000-dən biraz yuxarı şirinlik eləyərsiniz, əlinizə atıb cibə patikanın başına açarsınız, bütün mebellər qalır. Fikirləşin, bunlar 45-50 min ilk öndəş olacaq. Yox, qəpik quruşdur. İlyas demişəm, qəpik quruş. 56-cı cibə 35.000 üstünü düzəltdin, verdin, bütün əşyalar qaldı. Maşallah olsun. Pəncərələrin eşotqalarına qədər var. Tam standartlara uyğun otaqlar. Tam təmir. İpoteka, paket kupça hazırdır. Gəldin, danışdın, getdin banca, hə, yox, vəssalam. Gəl də, gəl al.